Salam bəy, xoş görmüşük, yaxşısınız. Bəy, bu günlər müxtəlif təhlillər orada, burada adamın gözünə dəyir. Hərə öz baxışı ilə, öz səliqəsi ilə, hətta öz o qurğunun, öz dövrəsinin hesab o mənafeyinə yaxın olan təhlillər verirlər, nə bilim. Biri deyir ki, şoravi kimi indi oliqarşılar, o sərvət və hesab sahibləri, böyük sərmayədarlar, bunların əlindədir, məmləkətin kontrolü idarəsi. Biri deyir, nə bilim, nizamların əlindədir, sipahların əlindədir, biri deyir, şurayıdır, biri deyir, o təfkiklər, əncümən hüccətiyyə, hesab onlar idarə. Özdə hərəsi də pillə-pillə təhlil eləyirlər, istidlal gətirirlər, nəticə onlara elə teydə boşuna söhbət eləmirlər. Vəli hənuz bir kulli təhlil gözümə dəyməyibdir bir yerdə mənim. O kulli təhlil istəyirdim sizdən eşitəm, əgər fürsətiniz olsa, vaxtınız olsa, çox sağ olasınız. Salam bəy, halın necədir? Yaxşısan, çox xoş gördük, səsi eşitdim, sevindim. Mən də nə göz nəzərimi deyərəm, şayət biraz mütəfavit ola mənim nəzərim, ancaq biləxər öz nəzərim budur da. Cumhur İslam vilayət fəqih əsasında ki, etiqadı budur, Aşurada bir nehzəti başlanıbdır, bu nehzət idamət apacaq, yetişəcək İmam-ı Zamanın zuhuruna, İmam-ı Zaman zuhur eləyəcək və dünyanı verjeniyəz İslam ki, şiədir, bu alacaq və hökmranı eləyəcək və fikir eləyirlər ki, vilayət fəqih əsasında biz gərək buna zəminə cürriyaq. Bu əsasda gəldilər, o nehzətlər payəsində Sparqotusu yaratdılar. Sparqotus da gəldi, niyabəti qurğuları cürradı, müsəlləh elədi bunları və sonra Suriyənin macərasında, Daişin zuhurunda bunlar qüdrətləşdilər. Bu cərəyan ümmətgəra bir cərəyandır, yəni milligərai bunda yoxdur. İranın mənafe millisi əsasında hökumət getmir qabağa. Bəlkə ümmət İslami və ümməti Şiə, o iki də adın qoyub Mehvəri müqavimət ya Hilal Şiə, bu əsasda gedirlər qabağa. İran bir dənə bəstəri coğrafiyayıdır ki, bunun mənabe maddisindən və mənabe insanisindən, sirvətay millisindən istifadə eləyirlər, o hədəflərinə çatmağa. O əsasdadır ki, görüyoruz. Məsələn, hətta bir zaman İmam Cümeyyə Əhvaz gəldi, dedi ki, Lobnan müqəddəmdir Xuzistana və əməldə də belə görsədirlər. Hətta bu əxir müzakirətdə də Lobnanı bəndə əvvəldə gətirdilər ki, əvvəl gərək orada atəşbəs olar ki, biz İrandakı atəşbəsi qəbul eləyək. Bəs ümmətgərai burada müqəddəmi və İrangərai və mənafi milli. Cumhur İslami bu əsasda gətirdi, məxsusən bu keçən 25 ilin içindəki bir miqdar nəft qalxdı üstə, istifadə elədi, sipah məxsusən qüdrətləşdi, hökumətin əksəri orqanların o 10 bəxşi daxili adından aldı əlinə, böyük vizarətxanaları, bir dövrə məsələn Əhmədinəcad zamanı Vizarət-i Nəft, Vizarət-i Niru, Şirkət-i Müxabirat, o yerlər ki, pulsazdı, bunların hamısını aldı əlinə və bu sirvətlə gətirdi bir bəxşin bu niyabəti qurğuların təqviyyətində, o birisi bəxşin muşəki və təslihat əsasında ki, əlbəttə şuarı elə bu idi və dövləhum məstətətun min qüvvə arm sipahdadır. Bu əsasda gətirdilər, böyük bir sərmayə qoydular və sistemə muşəkinin üstündə və bir miqdar niyabəti qurğuların üstündə gətirdilər, özlərini təqviyyət elədilər. Bir haldadır ki, əlan görsənək ki, həm keşvərdə pul var imiş və həm danış və teknoloji var imiş. Yəni, hətta bu imkanatı ki, qoyublar təslihatı, muşəki yox, əhvadının üstündə. Əgər bunun bir bəxşini fəqət gətirsəydilər umranın üstündə, gətirsəydilər məsələn xodrosazidə, sənətdə qoysaydılar, təbii ki, keşvər çox müşkülləri həll olardı və bu pulu mütəəssifانه yaxşı xərcləyə bilməyiblər. Necə ki, hamının itilası var ki, Əhmədinəcad zamanı nəzdik və 700 milyard dolar, hala bəzilərdə elə 500-700 milyard dolar əslən itdi, yox oldu ki, bunun 200 milyard doları bər əsası bir pərvəndə ki, cürrandı, müşəxəs oldu ki, Suisun kredit bankında əksərən sərdaranı bazı nişəstə və bir seri məqamatı dəstə əvvəli hökumətin adında orada sərmayəgüzarı olunub. Əlbəttə mənim nəzərimdə bu sərmayəgüzarı şəxsidir. Yenə bər əsas o ideolojiyə, axır zamaniyə, ümmətgəradır. Çünki bunlar əslən İranı deyəm bir dənə bəstər biləylər, müvəqqət biləylər. O əsasda mən fikir eləyəm ki, bir bəxş sirvəti saxlayıblar ki, əgər bir zaman Cumhur İslamı süqut eləsə də, bunlar eləyə bilərlər ayrı keşvərdə özlərin ehya eləyərlər. Həmin ki, məsələn, hətta sipahın öz məsulları, hətta zamanı cəngdən sonra da və xüsusi ittilaati orqanlarda əraqlı şəxsiyyət
şəxsiyyətlərin huzuru var idi. Bu əsas desən bunlar beləncə milli, yəni bu iki həttəmən gərək İrani ola, buna etiqadlar yoxdur. Hətta lazım olsaydı, məsələn Seyid Həsəni Hizbullah diri olsaydı, şayad onu gətirirdilər, rəhbər təyin edirdilər. Yəni əslən milli və İrani bunlara çox mühümdür. O iki hadis oldu. Bu idi ki, biləxərə Cümhur İslamının müşəkləri vaqei surətində teknolojiyə ruz var idi. Yəni teknoloji ki, inhisarı idi və eləyə biləydi pişrəftə به اصطلاح سیستم پدافندیدن سوشا و İsrailə vaqei də ərəbi keşvərlər Xəlic Farsun ətrafında bunları vaqei təhdid eləyə və məxsusən Təngəyi Hormuzu bağlamaqda bir dənə böyük bir imtiyaz aldı. İndi mənim nəzərimə bu Təngəyi Hormuz bir dənə əbzarı müfid kimi əlindədir. O birisi tərəfdə Təngəyi Babul Məndəvi də üstündə işləyirlər. Housilərin təvəssütü ilə ki, lazım olsa orada da bir iş görələr. Bu bahis olubdu, bir o Qərb və Amerika bir atmə halətində qalıblar. Yəni ya gərək sərbaz gətirələr, eləyə bilərlər, heç olmasa İranın cənub qismətini alalar ki, xub onda tələfat verəcəklər, o tələfata bunların amadəçisi yoxdur. Ya gərək tən verələr Cümhur İslamının bu qüdrət tapmasına və Təngəyi Hormuza nəzarət eləməsinə və bunu rəsmiyyətə tanımağa. O iki təəssüf yeri vardı. Budur ki, Cümhur İslami və bunun dəstəvurdları milli mənafeyi təmin eləmir. Yəni İran millətinə iftixaramiz ola bilmir. Çünki bunun didgahı əslən İrandır və İrandan keçək və o mənafeyi firqəyi, mənafeyi ümmətgərayanəsin gedək qabağa. Bu əsasda biləxərə əlarəğm bu iki şayət bir müvəffəqiyyətlər ələ gətirə və Cümhur İslami qala bilər və hətta qüdrətlənə, ancaq bu mərduma heç imtiyazı gətirmir. Bu bahis olur ki, yenə və bundan artıq da İran sirvətləri talana və mərdumu elə yenə fişar altında saxlayalar və bu təhdidlər iki olubdur, bu təzyiqat iki olubdur, bu da yenə idamə tapar. Çox sağ olun bəy. Bəy, burada bir sual qabağa gəlir. Bu Cümhur İslami kimdir? Niyə rəhbər şəhid olubdur? Bu bir rəhbərdən nə səs var, nə bir təsvir görüntü vardı. Sipahın stratejist fərmandehləri canlarını əldən veriblər. Ondan bu işlərin hamısı qabağa gəlib. Bəli, yenə də bunun bu daxili, xarici siyasətində bir xilal görmürük ondan sonra. Hətta əgər öz nəzərlərində iştibah xəta eləmişdilər, müzakirəyə getmişlər, onu da kontrol elədilər, ləğv elədilər. Bu Cümhur İslami kimdir? Cavab mənim nəzərimdə bir orqan yox, iki orqan Camiətin adında Cami-i Müdərrisin Hövzə Elmiyə Qum və Cami-i Ruhaniyyət Mübarizdir. Bu iki dənə در واقع ideolojini tolid eləyən nəhadlardır və Cümhur İslamının در واقع külliyyəti bunlara bağlıdır. Siz baxın, məsələn, Cami-i Müdərrisin Hövzə Elmiyə Qum əgər o zaman Xameneyinin istihadını təyid eləməsəydi, ya Əla Müştəbanın istihadını təyid eləməsəydi, əslən bunlar rəhbər ola bilməzdi. Və bunlar təqribən tamamı orqanhay əsliyə tolid ideolojini əllərinə alıblar. Əfradi misli, məsələn, Müvəhhidi Kirmani, Cənnəti, Misbah-ı Müqəddəm, Pur Məhəmmədi, yəni bunlar ya orqanhay ittilatıda olublar, ya əsasi o yerlərdə təslimsaz, ya təsmimgirə əslidirlər. Bunlar Camiətinin əlindədir. Çünki bu asib yeməkdir. Ona görə Cümhur İslami əgər bəzi şəxsiyyətlərin ya rəhbərin də əldən versə, eləyə bilək yenə o siyasətləri qabağa apara və nəhadhay misli Sifahın da nümayəndəgi Vəli Fəqih ki, tolid ideoloji və kontrol fərmandehlər onun əlindədir. Bunlar da hamısı bağlıdır bu camiətə ilə.